Pulun başına daş saldım. 20 dənə kitab sifariş etmişəm. İndi sizə hamısını bir-bir göstərəcəm. Getdik. Qara abidə Remarkı çox sevirəm. Michael Newton Ruhların Yolculuğu. YouTube'da onun müsahibəsi də olmalıdır. Yaxınını sev və Bir gecə Lisabonda. Bizim dostlarımız insanlardır. Verber ən sevdiyim yazıcılardan biridir. Sci-fi, yəni elmi fantastika janrında yazır. Döyüş meydanı ruh. Charles Dickens Milad nəğməsi. Bunu bacım üçün sifariş etmişəm. Sərhəddən cənubda, günəşdən qərbdə bir dənə də sevdiyim yazıcı Murakami. Rəngləmə kitabıdır. Hayao Miyazakinin multfilmlərini bəyənirəm. Narahat insanlar. Yenə də Remark, Zəfər Tağı ən sevdiyim kitablardan biridir. Bir dənə də sevdiyim yazıcı Neil Gaiman. Tüstü və güzgülər. Bu da Neil Gaiman'dır. Yolun sonundakı okean, onu oxumuşam elektron kitab vasitəsilə. Ən yaxın dostum Mədəm, ağıllı insanlar üçün yemək. Şotlandiyada Kitab kəndi adlandırılır. Yenə də Verber. Onun əsərləri arasında ilk oxuduğum kitablardandır. Tanatanaftılar və Mələklər İmperiyası, Əyləksiz Möcüzələr Ölkəsi və Dünyanın Sonu Murakami. Yenə də Verber, Qarışqaların İnqilabı və yenə də bacım üçün Hans Christian Andersen. Burada da onun bildiyimə görə bütün nağıllar olmalıdır. Belə.